Xalq artisti Fatma Mahmudova müğənni qızı Nigar Tofiqin toyuna hazırlaşır. Sənətçi bu barədə Xəzər axşamı verilişində danışıb. O, toy tarixini açıqlamasa da, məclisin sentyabr ayında Bakıda və Qarabağda keçiriləcəyini bildirib. Toy bir neçə yerdə olacaq, elə-belə məclis olmayacaq. Milli Qarabağ toyu olacaq. Məni istəyən bütün sənət dostlarım, Qarabağlılarımın hamısı dəvət olunacaq. Qeyd edək ki, Nigar Tofiq duet ortağı Xan Qaraxanoğlu ilə may ayında nişanlanıb. Birinci həyat yoldaşımdan ayrılandan 4 ay sonra ikinci dəfə evləndim. İndi ailəmlə çox xoşbəxtəm. Həyat yoldaşım mənə elə qayğı göstərir ki, sanki balaca uşağa baxır. Bir yeməyi ağzıma qoymağı qalır. Ailəsinə son dərəcə bağlı, qayğıkeş xanımdır. Bağımızda ağaclar, güllər əkir. Evimizə girəndə elə bil cənnətə düşürsən. Xoşbəxtəm ki, qarşıma belə bir qadın çıxıb. Artıq 8 ildir ki, evliyik. Bu yaxınlarda 50 yaşı tamam oldu. Məndən 37 yaş kiçikdir. Bütün qadınlar indi də mənə vurulur. Bu sözləri xalq artisti Taryel Qasımov həftənin qonağı verilişində deyib. Aktyor həyat yoldaşının onu qısqandığını da etiraf edib. Çünki xanımlar indi də mənə səni sevirəm mesajı yazırlar. Özümü çox yaxşı hiss edirəm. Elə bilirəm 50 yaşım var. Məndə həmin güc də xarakterdə qalır. Özümü qoca hesab etmirəm deyə Taryel Qasımov bildirib. Əməkdar artist Dilarə Əliyeva paylaşımı ilə diqqət çəkib. Aktrisa insanların bir-birindən təsirlənməsinin normal olduğunu desə də, bunu zövqlə etməyin vacibliyini vurğulayıb. Özünü başqalarına bənzədənlərə söz atan Dilarə Əliyeva, görüb götürmək gözəldir, amma elə götürək ki, deməsinlər, Temudan gəlmiş versiyasıdır. Üstünüzə götürməyin deyə zarafatla bildirib.